Mən Vətən müharibəsi əlili Müzəffərli Ümid Qəzənfəroğlu, Tərtər rayonunun Qaynaqkənd sakini. Mən burada müraciət edirəm. Ali Baş Komandanım və cənab prezidentim İlham Əliyevdən və birinci vitse-prezidentim Mehriban xanım Əliyevadan kömək istəyirəm. Mənim şikayətim Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindəndir. Mənim mənzilə təmin etmirlər. 2021-ci ildən Tərtər rayon icra hakimiyyətində mənzil növbəsində dayanmışam Vətən müharibəsi əlili kimi. Məni hər dəfə müraciət edəndə Sosial Xidmətlər Agentliyi, onun tərkibində yerləşən Sosial Müdafiə Nazirliyinin, Əmək və Sosial Müdafiə Nazirliyinin tərkibində yerləşən Sosial Müdafiə Agentliyi yola verirlər. Mən 2025-ci ilin sentyabr 26-sında Bərdə Regional Dost Mərkəzində cənab nazirimiz Anar Əliyevin vətəndaş qəbulunda olundum. Bütün aparat işçiləri hamısı o vətəndaş qəbulundaydılar. Mən cənab nazirimizə orada bildirdim ki, vətəndaş qəbulunda mən heç nə istəmirəm. Sadəcə məni mənzillə təmin edin. Hal-hazırda dedim, yaşadığım mənzil Vətən müharibəsi zamanı top düşüb, qəzalı vəziyyətdədir, yaşayış mümkünsüzdür. Çox ağır vəziyyətdədir. Və Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Beypudov vətəndaş qəbulunda iştirak edirdi və o bildirdi ki, cənab nazirimizə Tərtər rayonunda nə vaxtsa mənzil təminatı olsa, qazimiz Vətən müharibəsi əlilimiz mənzillə təmin olunacaq. Və oktyabr ayında mənə Sosial Müdafiə Agentliyindən müraciət zəng olundu. Mənə sənədlərimin yenilənməsini istədilər və yeni sənəd istədilər. Mən sənədlərimi topladım. Sosial Xidmətlər Agentliyinə təqdim elədim. Dekabr ayında isə mənə Tərtər rayonunun Səhlabad kəndində mənzil təklifi olundu. Mən təklifi qəbul etdim. Aradan bir müddət keçəndən sonra məni mənzil siyahısından çıxartdılar. Bildirdilər ki, sən tək növbəyə dayanmısan, biz sənə orada mənzil təqdim edə bilmərik. Əgər mən tək növbəyə dayanmışdımsa, vətəndaş qəbulunda, cənab nazirimizin vətəndaş qəbulunda Sosial Xidmətlər Agentliyinin sədri bildirərdi ki, qazimiz, ay cənab nazir, təkdir, biz orada məsəl üçün, əgər mənzil verilirsə, biz bir nəfərlik mənzil yoxdur orada. Məni mənzil siyahısından çıxartdılar. Mən yenidən cənab nazirimizlə görüşmək istəsəm də 2026-cı ilin yanvarın 22-sində Ağdam rayonunun Quzanlı qəsəbəsində Mədəniyyət evində vətəndaş qəbul zamanı mən hətta qəbula yazıldım. Məni qəbuldan çıxartdılar. Bir də ki, sən təkrar nazirimizlə görüşə bilmərsən. Arxa otaqda Nazirliyin aparat işçiləri mənə ərizə yazdırdılar ki, cənab nazir ərizə çatdırılacaq və sənə kömək olunacaq. Yenə həminki vəziyyətdə ərizədə bütün hamısı qeyd olundu. Yenə də mənə heç bir kömək olunmadı. Mənə yenə də növbəmi gözləməyimi bildirilirdi. Məktub göndərildi, ərizənin cavabı olaraq bildirdi ki, sən növbəni görsən, tək növbəyə götürülmüsən mənzil təminatı növbəsində. Mən aprel ayında cənab Ali Baş Komandanıma, cənab prezidentimə teleqrama şəklində müraciət etdim. Sosial Müdafiə Nazirliyi yenə də teleqramaya prezident aparatına başqa cür müraciət göndərdilər. Mənə də ki, müraciət göndərdilər ki, yenə də sizin əmrinizə göz ardına gəldilər. Yenə də məni Sosial Müdafiə Nazirliyi, Sosial Xidmətlər Agentliyi hərəsi bir-birinə sataraq məni yola verdi. Mənə heç bir köməklik olunmadı. Gələn məktub da buradadır ki, yenə də növbəni gözlə. Mən heç nə istəmirəm. Sadəcə olaraq mənzillə təmin olunmağımı istəyirəm. Başqa istəyim yoxdur. Mən may ayında Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Beypudovla görüşmək istəsəm də, agentliyin işçisi mənə bildirdi ki, onun qəbuluna səni yaza bilmərəm, vətəndaş qəbulu çoxdur, heç kimi qəbul etmir. Sədrin müavini Faiq müəllim məni qəbul elədi mayın 7-sində. Mən onlayn onunla qəbulda görüşdüm, bildirdim ki, mənim yaşadığım mənzil qəzalı vəziyyətdədir, mənə təklif olunan mənzil verilmir, mənim mənzil siyahısına niyə çıxarıldım, gəlin mənim yaşayış duruma baxın, görün mən nə vəziyyətdə yaşayıram, sonra da nə qədər istəsəniz gözləyə bilərəm. Mayın 7-sində həmin axşam Tərtər Sosial Xidmət Agentliyinin əməkdaşları bizim yaşadığım mənzildə oldular, evə baxış keçirildi və
Vətən müharibəsi 50 kimi evin qəzalı vəziyyətdə olduğunu, yaşayış üçün nə qədər yaralı olduğunu yazdılar və sənədləşdirdilər, göndərdilər Soruşturma Agentliyinə. Mən Soruşturma Agentliyin qaynaq xəttinə müraciət etdim ki, mənim sənədlərimlə bağlı nəticə nə yerdə dedi ki, heç bir nəticəsi yoxdur, heç bir dəyişiklik yoxdur. Yenə də məni yola verdilər. Sosial Xidmət Agentliyi də yola verdi. Hərəsi bir-birinin üstünə ataraq, nazirlik də məni yola verir, agentlik də məni yola verir, hərə bir-birinin üstünə ataraq məni yola verirlər. Mən sadəcə olaraq başqa heç bir istəyim, heç bir maddiyyat istəmirəm. Mən sadəcə mənzilə təmin olunmağımı istəyirəm. Öz gözlərlə gəlib mənim yaşayış yerimi, mənzilimi baxış keçirib görüblər. Niyə göz ardına gəlinir? Mən Cənab naziri ilə görüşmək istəsəm də qoymadılar görüşməyə. Nə Cənab naziri ilə görüşməyə, nə agentliyin sədri ilə görüşməyə qoymadılar. Bir bahanələr uydurularaq məni yola verdilər, mənə heç bir kömək olunmadı. Cənab prezidentim, Vista prezident Mehriban xanım Əliyeva, xahiş edirəm, mənim səsimə səs verin. Mənə kömək edin, mənim mənzillə təmin olmağıma kömək edin. Və sizə yazılan bütün gedən müraciətlərə, verdiyiniz əmrlərə nazirlik, Soruşturma Agentliyi göz ardına gəlir. Prezident aparatına başqa cür məruz olunur. Bizlərə də sadəcə olaraq bahanələr uydurularaq başqa cür məktublar göndərilir. Xahiş edirəm, mənə kömək olun və mənə dəstək olun. Mən səsimə səs verin.